Sənəti olan insanlar çəkilib kənara qalmaqal izləyir, meydan da qalıb dırnaq ustalarını. Elə efirlər də onları çox təbliğ eləyir. İndi söz var, deyirlər çörək yoxdur bu mahnıda. Biz belə şey ömrü boyu bizim ağlımıza da gəlməzdi. Əsas keyfiyyətdir, qurban sizə. Bəli, əlbəttə. Kəmiyyət yox. Sel gələndə qabağında çör-çöp gətirər. Zaman gələcək, bu sular durulacaq. Yaxşı verilişlərin, yaxşı musiqilərin dinləyicisi azdır. Hələ quşlar uçmayıblar bu dağda. Efirlərə çox az çıxıram. Amma belə Niyə? Səbəb nədir bax bugün? mən özümə uyğun veriliş, çox az veriliş görürəm. O vaxt sənət əl çatmaz olub. Gülə-gülə dedi mənə yatma dur. Sevdiğim kız oyanmıştır bayağıdan. Sərxoşam, şərabdan deyil, şəhəri gəzirəm, qəmli fikirli, dünyanı dumanı görürəm indi, sevgidən dəliyəm ona deyil. Bu axşam sərxoşam, şərabdan deyil, şəhəri gəzirəm, qəmli fikirli, dünyanı dumanı görürəm indi, sevgidən dəliyəm ona deyil. Hara getsəm, hara getsəm, hara getsəm, yaxınlara, uzaqlara, aya getsəm, səni sevməmək şansım yox, mənə inan, bu dünyada, o dünyada səninləyəm. Hara getsəm, hara getsəm, hara getsəm, yaxınlara, uzaqlara, aya getsəm, səni sevməmək şansım yox, mənə inan, bu dünyada, o dünyada səninləyəm. Köçərəm, gedərəm, mən bu şəhərdən, mənimlə bir gün deyil, yürüsənə. Hara getsəm, hara getsəm, hara getsəm, yaxınlara, uzaqlara, aya getsəm, səni sevməmək şansım yox, mənə inan, bu dünyada, o dünyada səninləyəm. Hara getsəm, hara getsəm, hara getsəm, yaxınlara, uzaqlara, aya getsəm, səni sevməmək şansım yox, mənə inan, bu dünyada, o dünyada səninləyəm. Hara getsəm, hara getsəm, hara getsəm, yaxınlara, uzaqlara, aya getsəm, səni sevməmək şansım yox, mənə inan, bu dünyada, o dünyada səninləyəm. Hara getsəm, hara getsəm, hara getsəm, yaxınlara, uzaqlara, aya getsəm, səni sevməmək şansım yox, mənə inan, bu dünyada, o dünyada səninləyəm. Hər
Hər vaxtınız xeyir olsun əziz tamaşaçılarımız. Mən Fərqanə Gülağa qızın təqdimatında yenə də evlərinizin qonağıyıq. Gördüyünüz kimi yenə də bir-birindən dəyərli qonaqlarımızla bir yerdə evlərinizə qonaq gəlmişik. Azərbaycan Respublikasının xalq artisti Heydər Anatolu, Respublikamızın əməkdar artisti Ruhəngiz Musəvi və xalq mahnılarımızın, bəstəkar mahnılarımızın mahir ifaçısı Şahin İsmailov bugün bizimlə bir yerdədir. Xoş gəlmişsiniz Heydər bəy, necəsiz? Çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm dəvətinizə görə. Sizə uğurlar arzulayıram gözəl verilişinizdə. Verilişiniz uzun ömürlü olsun inşallah. Heydər bəy, siz niyə görsənmirsiniz? Niyə yoxsuz? Sənət sizdən küsüb, siz sənətdən küsmüsünüz. Niyə yoxsuz? Bax, görsənmirsiniz. Efirlərə çox az çıxıram. Yaxın tutun, zəhmət olmasa. Efirlərə çox az çıxıram. Amma belə... Niyə? Səbəb nədir? Bax, bugün az görsənməyinizə, az çıxmağınıza... Nə deyim, valla, nə bilim, çox dərinə getmək də istəmirəm, hər şey demək istəmirəm. Yox, istəyərdik də ürəyinizdəki... Sonra deyərlər ki, nəsə özündən belə danışır. Mən özümə uyğun veriliş, çox az veriliş görürəm. Özümə uyğun, yəni mən özümü hansısa o verilişdə az veriliş görürəm ki, onlara hərdən bir o verilişlərə çıxıram. O verilişlərə dəvət olunanda gedirəm. Amma belə mən sənətimlə məşğulam. Bugün də səhnələrdəyəm. Bugün də mən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solistiyəm. Uzun illərdir oranın solistiyəm. Bugün oranın səhnəsində bizim Azərbaycanımızın ən böyük səhnəsi olan Ulu Öndərimizin adını daşıyan Heydər Əliyev Sarayının səhnəsində tez-tez çıxışlar eləyirəm. Bizim bir də gözəl də bir səhnəmiz var, opera studiyası var, elə bir yer var. Oranın da səhnəsində Dövlət Filarmoniyası, Müslüm Maqamayev adlı Dövlət Filarmoniyasının səhnəsində tez-tez, yəni dəvətlər alıram, orada tədbirlər keçiriləndə. Səhnələrdə varam, tez-tez də ora gedir. Amma düzdür, efirlərdə nəsə biraz az olur. Efirlərdə, bax, deyirsiniz, kənardan bəs bu sənəti izləyəndə, bax, sənətin bugünkü vəziyyəti nə qədər sizi incidirmi, incitmirmi, bilirsiniz də, sənəti olan insanlar çəkilib kənara qalmaqal izləyir, meydan da qalıb dırnaq ustalarını. Niyə ki, baxırsan, görürsən ki, elə efirlər də onları çox təbliğ eləyir, həmən o sənət deyə bilmərəm, o sənətdə olan, belə deyək də, bu sənətdə olan bir adamları, onları çox təbliğ eləyirlər, göstərirlər orada, burada. Nə deyim, valla? Hələ quşlar uçmayıblar bu dağda. Güneş girdi otağıma səpti nur. Gülə gülə dedi mənə yatma dur. Sevdiğim qız oyanmışdır bayağıdan. Gülə gülə dedi mənə yatma dur. Sevdiğim qız oyanmışdır bayağıdan. Yol uzunu serin mi serin, dokundurdu nefesini üzüme. Sevdiğim kız görünmedi gözüme. Geniş kaynar kucağında şerim. Sevdiğim kız görünmedi gözüme.
geniş kaynar kucağında şehrim. Sevdiğim kız görünmedi gözüme, geniş kaynar kucağında şehrim. Sevdiğim kız görünmedi gözüme, geniş kaynar kucağında şehrim. Təşəkkürümü bildirirəm. Allah səsinizə qüvvət versin. Bugün bəstəkar xalq mahnılarına marağın azalmasını bax nə ilə əlaqələndirirsiniz? İndi yaşadan bugün sizlərsiz də. Heydərin sözünə qüvvət, mən də razıyam. Çünki düzdür, hərə öz zövqünə görə, səviyyəsinə görə mahnıları seçir də. Çoxları da ki, gənclərdir də. Çünki bunları dinləyirlər, bunları eşidirlər. Amma mən lap elə deməzdim. Niyə? Gənclər arasında da belə istedadlı müğənnilərimiz, xanəndələrimiz var. Elə müğənnilər var ki, həm xalq mahnısı oxuyurlar, həm bəstəkar, həm retro. Amma bu mahnıları deyirsiniz, ha. Mən bilirsiniz, efirlər dəvət edir. Efirləri də qınamıram, özəl kanallardır. Bu səviyyəsiz mahnı deyilir, ha. Ona da ki, onları dəvət, onlar da hələ belə çıxmırlar axı. Özəl kanaldır. Bəli, ödənişlə. Ödəniş eləyirlər. Özlərini toya görə reklam eləyirlər. Toylara görə. Çünki toylarda indi deyirəm də, hərə öz güclə deyə bilməsə ki, sən bu mahnını sevir. Zövqünə görə sevir. Amma mən bir dənə söz deyim, əsas keyfiyyətdir, qurban sizə. Bəli, əlbəttə. Kəmiyyət yox. Ay, mən belə, nə deyirlər, yığdım, reyting yığdım. Ay, nə bilim, nə. Mən buna razı deyirəm. Bəs Rəhəngəsam deyirsiniz, indikilər toya görə özünü reklam edir ki, toya dəvət eləsinlər. Bəs maraqlıdır, sizin vaxtınızda bəs nəyə işləyirdiniz? Siz onda toya işləmirdiniz ki? Yox. Bəs reklam nəyə görə lazım idi o zamanlarda? Allah şahid, mən 72-dən bu sənətə gəlmişəm. O vaxt sənət əl çatmaz olub. Hər müğənnini də dəvət eləmirdilər, efirlərə çıxardımlar, sözümün can. Biz doğrudan belə, çünki işləyirdik, halal maaşımızı alırdıq. Əksinə, hətta elə toy müğənniləri vardı o vaxt. Dövlət televiziyasına o qadağa qoyulmuşdu onlara. Çoxları sonradan çıxıblar. Yəni biz sənəti sevib gəlmişik. Ümumiyyətlə biz musiqi hansı bir mahnını ifa eləyəndə ümumiyyətlə biz yəni fikirləşmirdik ki, bu indi deyirlər, indi söz var, deyirlər çörək yoxdur bu mahnıda. Biz belə şey ömrü boyu bizim ağlımıza da gəlməzdi. Bəstəkar bizə bir mahnı göstərəndə ya ümumiyyətlə ki, hansısa bir gözəl bir sənətkarın ifasında səslənib o musiqi mahnı, biz də onu oxumaq istəyiriksə, biz sənəti fikirləşmişik, gözəlliyi, musiqinin, mahnının gözəlliyini fikirləşmişik, oxumuşuq. Fikirləşməmişik ki, bizi bu mahnıya görə toya aparacaqlar. Yəni sənəti sevmişik, biz bu sənətdə olmuşuq. Bir də ki, bizi belə mahnılarla dinləyiblər, seviblər də toya dəvət ediblər. Bakı əziz şəhər, mehriban diyar, sinəmdə boyatdım, oldum bəxtiyar. Səndən keşkimin yadigarı var, sən mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizimsən. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizimsən. Gözəl Bakım. Baxdıqca doymuram gözəlliyinə, şirin nəğmə qədər sevimlisən sən. Hər yerdə, hər yanda deyəcəyəm mən. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizimsən. Sən mənim söhbətim, şərəfim, şöhrətim, tükənməz dövlətim, əzizimsən. Gözəl Bakım.
xalqımın günləri nə gözəl, necə şən keçir. Ən gözəl arzular ürəyimdən keçir. Hey, çala çala min zəfər hər nəfər yurdumuzda. Hava dolur olarkən şəhər yurdumuzda, yurdumda, yurdumda. Aça-aça güllərimiz, daşa-daşa sellərimiz, yaşa-yaşa ellərimiz, güllərimiz var. Aça-aça güllərimiz, daşa-daşa sellərimiz, yaşa-yaşa ellərimiz, güllərimiz var. Gözəldir ha dostlar, elimin toy bayramı. Bu gözəl nəğməni qoy eşitsin hamı. Hey, çala çala min zəfər hər nəfər yurdumuzda. Abad olur olarkən şəhər yurdumuzda, yurdumda, yurdumda. Aça-aça güllərimiz, daşa-daşa sellərimiz, yaşa-yaşa ellərimiz, güllərimiz var. Aça-aça güllərimiz, daşa-daşa sellərimiz, yaşa-yaşa ellərimiz, güllərimiz var. Yurdum, yuvam, ay əziz kəndimiz, azad abad, qəşəng kəndimiz. Yurdum, yuvam, ay əziz kəndimiz, azad abad, qəşəng kəndimiz. Gözəl olur səndə yay qış bahar, gözəl olur səndə yay qış bahar. Yaşıl meşəli, ömrü nəşəli, sevirəm səni gözəl kəndimiz. Yaşıl meşəli, ömrü nəşəli, sevirəm səni gözəl kəndimiz, 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 kəndimiz. Quşlar, quşlar nə gözəl oxuyur, bəh, 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 nə gözəl oxuyur. Quşlar, quşlar nə gözəl oxuyur, bəh, 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 nə gözəl oxuyur. Yaşıl əlvan sarı çiçəkləri, yaşıl əlvan sarı çiçəkləri. Qarlı dağları, barlı bağları, sevirəm səni gözəl kəndimiz. Qarlı dağları, barlı bağları, sevirəm səni gözəl kəndimiz, 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 kəndimiz. Təşəkkür edirəm dəvətə görə. Çox maraqlı, çox gözəl bir mövzu ətrafında söhbət gedir. Mənim dəyərli qardaşım Heydər bəy də çox gözəl söhbət elədi, Rüvəngiz xanım da. Ümumiyyətlə bu musiqi indiki dövrdə olan problemlərdən danışırıqsa, biz gəlin düşünək ki, o dediyimiz o bayağı musiqilər ifa edən müğənnilərdir və yaxud nə biləm o səviyyəsiz musiqilər ifa edirlər. Onlara dəyər verən kimdir, xanım? Özümüzük də, düzdür? Sənətdən gəlir, anlayışı olsun. Ona görə də təbliğat. Təbliğat, Birinci bəli. növbədə təbliğat. Təbliğat efirlərdir. İndi dəvət edirlər. Bayaq Heydər bəy çox gözəl vurğuladı ki, orada Rüvəngiz xanım dedi ki, məsələn indi özəl televiziyada da ödənişdə o birisi. Amma gəlin belə danışaq da. Mən Rusiyada da çox olmuşam, başqa ölkələrdə məsəl görmüşəm, həmişə orada səsə dəyər verirlər. Sənətə. Elə olub ki, Rus bir biznesmen məni dəvət edib ad gününə getmişəm. Mənə deyir ki, eyb yox, siz Azərbaycanca oxuyun, amma lirik musiqi oxuyun ki, mən o səsdən zövq alıram. Bizdə amma səs əsas bu dəqiqə səs deyil. Bizdə bu dəqiqə səsdən çox başqa meyarlardır. Tamaşaçı da bugün axı onları istəyir. Onlar da tamaşaçının zövqü ilə gedirlər. Fərqan xanım, siz deyirsiniz, bax tamaşaçılar onu istəyir, düzdür? Əsl sənət adamı. Deməli, belə çıxır ki, tamaşaçı da sənət istəmir də. Mən sizə bir şey deyim də, əsl sənət adamı
tamaşaçının arxasında getməlidir. Əlbəttə, düzgün deyil. Mən razı yoxsa? Mən razıyam, tam razıyam Nəyə sizlə. görə, nəyə görə məsələ? Mən çünki bugün mən Şahin bəy sizə deyim də, bax qonaqlarım da eşidir. Mən bugün yaxşı insanları çəkirəm, reytinq az verir. Amma çağırıb məsələn sənəti olmayan insanları yaxşı verilişlərin, yaxşı musiqilərin dinləyicisi azdır. Yəni azdır. O az var ha. O az inanın ki, valla o çoxdan qat-qat üstün. O aza qurban olun. Bəs yaxşı bu dağılan, bax dağılıb da artıq. Yəni bunu yığışdırıb bu bayaq əvvəldə dedik ki, uçurumun kənarındadır. Bunu yığışdırıb gətirmək olacaq. Yəni bunun qarşısını almaq olacaq bu uçurumun. Mən sizə Yoxsa artıq dağılıb. Mən sizə bir misal deyim. Allah rəhmət eləsin, bizim Ruhəngiz Qasımov bəstəkarımız var idi. Rəhmətli indi istəməsə xətrim çox istəyirdi. Onun Anacan dostum evlərin mahnısını mən 98 ildə yazdırmışdım. Sonra dəvət elədi, evlərində oturdu. Çox gözəl, maraqlı söhbətlər elədi. O bir dəfə mənə bir yaxşı söz dedi. Dedi ki, dedi Şahin, bala, həmişə deyir, sel gələndə qabağında çör-çöp gətirər. Zaman gələcək, bu sular durulacaq. O sular durulanda sizin kimi sənət adamları həmişə o üzdə olacaq. İndi başa düşürük, bizim elə bir vaxtımız gəldi ki, ömrümüzün ən gözəl vaxtlarını çürüdürük, əziyyət çəkirik. Nə mənada çürüdürük? Mən düzgün başa düşürüm. Məsələn, bizim kimi müğənniləri son zamanlar toylarda, məclislərdə az-az görərsiniz. Niyə? Mən sizə deyim, haradasa ən kübar insanlar, ən belə sənətə dəyər verən insanlar, səsə dəyər verən insanlar azalıbdır. Bəli. Biz onların məclisində oluruq. Amma haradasa o zövqü korlamış insanlar ki var. Mən bayaq da dedim, efirdən kənar dedim, indi çox təəssüf ki, evdə, ailələrdə toyun bütün təşkil işinin hamısını uşaq bir də... Uşağın ixtiyarına buraxır. Uşaq məsələ deyir ki, özü də açıq danışır. Dəfələr nə olub ki, məsələn, toy sahibinlə oturmuşam, söhbət edirəm. Deyirəm ki, qardaş, axı sən həmişə səviyyəli musiqilərə qulaq asmışsan, yaxşı musiqilər dinləmişsən. Deyir ki, valla uşaq ayağını bir başmağa deyib ki, mən falan kəsi istəyirəm, hansısa bir bayağı bir müğənni. Yəni mən uşaqların ixtiyarına qalır. Onu da demişəm ki, deyirəm, axı o toya gələn insanlar sizin adınıza gəlir, uşağın adına gəlir. Uşaq ki, 300 nəfər sənin məclisində insan var. O 300 nəfərdən 10 nəfər o bəyin adına gələ bilər və yaxud gəlin adına gələ bilər. Düzdür yoxsa? Tələbə yoldaşı, qrup yoldaşı, nəsə. Amma sizin adınıza gəlir o toya gələn insanlar. Sənin pəncərənə süzülən işıq mənim pəncərəmə axıb dolacaq. Sənin pəncərənə süzülən işıq mənim pəncərəmə axıb dolacaq. Ürəyim özümü danlasa da hey, gözlərim arxanca dönüb baxacaq. Ürəyim özümü danlasa da hey, gözlərim arxanca dönüb baxacaq. Günlərim ötəcək, beləcə sənli, illərin ötəcək, məndən xəbərsiz. Mənim bir dünyam var, boranlı kənli, bu dünya içində mənəm kimsəsiz. Mənim bir dünyam var, boranlı kənli, bu dünya içində mənəm kimsəsiz. Sıxacaq ev məni, otaqlar məni, gözlərim gəzəcək hər yerdə səni. Sıxacaq ev məni, otaqlar məni, gözlərim gəzəcək hər yerdə səni. Sənli günlərimin xatirəsi də oxşayıb səpəcəm telimdə dənim. Sənli günlərimin xatirəsi də oxşayıb səpəcəm telimdə dənim. Günlərim ötəcək beləcə sənli, illərin ötəcək məndən xəbərsiz. Mənim bir dünyam var, boranlı kənli,
bu dünya içində mənəm kimsəsiz, mənim bir dünyam var, boranlı çənli, bu dünya içində mənəm kimsəsiz. Ürəyim özümü danlasa da hey, gözlərim arxanca dönüb baxacaq. Ürəyim özümü danlasa da hey, gözlərim arxanca dönüb baxacaq. Günlərim ötəcək beləcə sənli, illərin ötəcək məndən xəbərsiz. Mənim bir dünyam var, boranlı çənli, bu dünya içində mənəm kimsəsiz. Mənim bir dünyam var, boranlı çənli, bu dünya içində mənəm kimsəsiz. Allah ömür versin bizim, artıq biz gənc deyilik də, artıq biz yaşlı nəsilə aidik. Bizə Allah ömür versin, bizim dostlarımız, sənətkarlarımız, gözəl sənətkarlarımız da var. Allah onlara can sağlığı versin. Bəli. Hələ bir neçə il yaşayaq ki, bəlkə bir balaca səviyyəni, heç olmasa musiqinin səviyyəsini biraz saxlayaq. Bəlkə nəsə bir yaxşılığa doğru nəsə gedər. Amma mən hələ ki görmürəm. Yaxın vaxtlarda görmürəm. O dağılanı yığıb-yığışdırmaq, bir yerə gətirmək. Çətin məsələdir, o çox çətin, qəliz məsələdir o. İnşallah, bəlkə də, amma ümidlə yaşayırıq ki, bəlkə də düzələr. Bəlkə də. Bəlkə də düzələr. Bəlkə. Amma inanırsınız, var, düzdür. O, yəni, bizi deyəndə ki, indi tək mən özümüzdən danışmıyorum, ümumiyyətlə. Bu sənət adamlarını, yaxşı sənətkarları istəyən adamlar var, az da olsa var. Biz hərdən konsertlər eləyirik və ora ancaq sənətkarları dəvət edirik özünə, bir neçə nəfər və görürük ki, doğrudan da zal dolur, zal deməli hələ ki bizi istəyənlər var və gözəl musiqini, gözəl ifanı sevənlər var. Amma təəssüflər olsun ki, azdır da. Azdır da, bəli. Lap az deyir. Görək, inşallah yaxşı olar yəqin ki, ümidlə yaşayırıq. Şahin bəy, nəyisə əlavə eləmək istəyir, Şahin bəy? Sizin o suala əlavə eləmək istəyirdim, mən öz fikrimi bildirim. Mən bu yaxında Facebookda belə bir başlıq paylaşmışdım ki, bu bizim tanınmış ictimai xadimlərdir, sonra bizim tanınmış incəsənət mədəniyyət xadimləri, nə vaxta qədər biz susub oturub, hamımız ancaq məndən ötürü kimə dəydi, bax belə oturub gözləyək. Bilirsiniz nətərdir? Hər şey düzələ bilər. Əgər, məsələn, bu yenə deyirəm, özəl televiziyalar, Allah canları sağ eləsin, özləri öz işlərini qurublar, istəyirlər ki, indi onlar da kommersiyadan, bunlar hamısı başa düşürəm. Amma içimizdə bir milli qeyrət məsələsi olmalıdır. Biz çalışmalıyıq ki, öz millətimizin bu, mən hər yerdə deyirəm ki, Azərbaycan musiqisi kimi dünyada zəngin xəzinəsi olan ikinci bir millət yoxdur. Bizim, bax, o böyük bəstəkarlarımızın əsərləri, valla dünyanın harasında oxuyursan, ayaq üstəli çalırlar ki, bunlar nə gözəl musiqilər var bunların. Bu, hansı ki, yarım saatı 5.000, 10.000-ə gedən müğənnilər var ki, var, dırnaqarası müğənnilər. Onları mən fikir verdim də, bu bəzi kanallarda istədilər ki, bunlar canlı oxusunlar. O canlı oxumaq adı gələndə inanın, hamısı xaric oxuyur. Bilirsiniz, indi bir şey də sizə bir sir edeyim ki, indi texnika əsridir. Bu dəqiqə elə bir studiyalarda elə kompüterlə səsi düzəldirlər ki, heç təsəvvür eləməzsiniz, heç ömründə oxuya bilmən bir insan da girir ora, oxuya bilmən bir insan da. Gəlir onun səsini qəşəng düzəldir, saf kimi qaldırır, düzəldir. Bu da olur, gəlir, özdə, mən canlı oxumuram. Rəhəngiz xanım, nə əcəb işbirliyi, bax, Heydər bəylə, Şahin bəylə olmayıb? O, laf ürəkdən oldu. Belə söhbətlərimiz olub hər ikisi ilə. Həm Heydərlə, doğrudan da bir dənə duet yazdıraq da, qoy qalsın da, qoy tarixdə qalsın da. Adam sabah bilmir başına. Amma çox gözəl olar ha, bax o. Şahin, əzizim, səninlə də belə söhbət olub aramızda, bax, tamaşaçıların da qarşısında mütləq. Rufa ilə biz o zamanlar toylarda o qədər duetlər elə belə canlı duetlər oxumuşuq. Bəli.
Biz birgə bir kollektivdə çalışmışıq. Dan Ulduzu, Allah rəhmət eləsin, Gülarə xanımı, Gülarə Əliyeva, bizim böyük sənətkarımız. O vaxtı biz Dan Ulduzu ansamblində birgə çalışmışıq. Birgə konsertlərimiz olub, çəkilmişik. Televiziya, o vaxt bir televiziya var idi, bir ana televiziya, Azərbaycan Dövlət Televiziyası. Orada bizim birgə konsertlərimiz olub, çəkilişlərimiz olub. Dan Ulduzu ilə işləyən insanlar əlbəttə ki, indiki vəziyyəti görüb yaşaya bilmir, yəni qəbul eləyə bilmir. Bu təbii haldır da, təbii prosesdir də. Bəli, biz o boyda, o cür, məsələn, ansambldə, mən bizim bir dahi sənətkarımız Rafiq Babayev, böyük pianoçumuz, böyük musiqiçi, dahi musiqiçi Rafiq Babayevin mən orkestr, Estrada Simfonik Orkestrına rəhbərlik etdiyi zamanda da mən o orkestrin solisti olmuşam. Yəni mən elə bir kollektivlərdə çalışmışam. Əlbəttə indi biz üçün çətin olur. Çətindir, bəli. Bu musiqilərə, bu mahnılara yenə deyirəm, ona musiqi mahnı demək olarsa, onlara eşidəndə orada biz üçün çətin olur. Guida il mare luccica e tira forte il vento su una vecchia terrazza davanti al golfo di Sorrento. Un uomo abbraccia una ragazza dopo che aveva pianto, poi si scarisce la voce e ricomincia il canto. Te voglio bene assai, ma tanto, tanto bene sai. E una catena ormai e scioglie il sangue di te bene sai. Vide lo luce in mezzo al mare, penso alle notti là in America, ma erano solo lampare e la bianca scia d'un'elica. Sentì il dolore della musica, si alzò dal pianoforte, ma quando vide la noce la nuvola, che gli sempre pridoro c'è anche l'amore. Guarda negli occhi la ragazza, quegli occhi verdi come il mare, poi l'impianse la lacrima e le credette da pagare. Te voglio bene assai, ma tanto, tanto bene sai. E una catena ormai e scioglie il sangue di te bene sai. Poi pensate alla lirica dove è grammen falso, che con un po' di trucco e calma mimica puoi diventare un altro. Ma due che ti guardano così vicini e veri, ti fanno scordare le parole, confondono i pensieri. Così diventa tutto piccolo, anche la notte là in America. Ti volti e vedi la tua vita come la scia d'un'elica. Ma sì, è la vita che finisce, ma lui ci pensò poi tanto. Anzi sentiva già felice e ricomincia il suo canto. Te voglio bene assai, ma tanto, tanto bene sai. E una catena ormai e scioglie il sangue
Hər biriniz özlərinin təşəkkürümü bildirirəm, əziz qonaqlarım. Heydər bəy ilk dəfə idi, bugün bizimlə bir yerdə idi və Şahin bəy də. Heydər bəy, sizdən ilk alaq fikirlərinizi, bax, verilişimiz haqqında nə qədər razı qaldınız bizdən, nə qədər zövq ala bildiniz? Maraqlı söhbətlər elədik, Valla nə deyim, mən deyirəm, kaş elə bir balaca, biz bugün bunu danışdıq və bizdən başqa əlbəttə ki, gözəl sənətkarlarımız var, onları da dəvət eləyin, onlar da öz fikirlərini desin və bu fikirlərin sonunda bir xeyri olsun. Onu arzulayıram ki, bir xeyri olsun, bəhrəsi olsun ki, bir balaca heç olmasa bir yaxşılığa doğru bizim musiqimiz yenə də düzəlsin. Bəli, sizə dedim ki, bizdə ancaq Ruhəngiz xanım bilirdi, bizdə ancaq sənətkarlardır, Respublikamızın xalq artistləri, əməkdar artistləri, sözün demiş ifaçılardır. Sizə də böyük hörmətimiz var. Hər zaman bizim peşəkar səhnələrimizdə olun, çəkilməyin, hər üçünüz də çəkilməyin. Çox sağ olun, uğurlar arzulayıram sizə. Təşəkkürümü bildirirəm. Şahin bəy, getməyin, çəkilməyin, meydanı verməyin. Meydanı vermişsiniz ki, bu Yaponların bir yaxşı məsəli var, deyir ki, atalar məsəli var Yaponların. Deyir ki, ruhdan düşməkdənsə cəhdlərinin sayını artır. Mən də cəhd eləyirəm, yazdırıram. İndi Allahın köməyi ilə inşallah düşünürük ki, yaxşı olacaq. Amma sizin bu verilişə mən alqışlayıram ki, həqiqətən əsl bu bizim bu dəqiqə musiqimizdə olan problemləri qabardırsınız və Heydər bəy, mənim əziz qardaşım dediyi kimi, yəqin ki, bu yaxşılığa doğru bu elədiyiniz bu işlər öz nəticəsini verəcək inşallah. Var olasınız. Ruhəngiz xanım, sizə də təşəkkürümü bildirirəm. Hər zaman xalq musiqilərimizi yaşatdığınıza görə, bax, sənətkarlarımıza bu qədər. Ruhəngiz xanım mənlə telefon danışanda Heydər bəydən o qədər danışır, ağızlı olsun, Şahin bəydən, digər sənətkarlarımızdan. Görürsən ki, bu insan sənətlə yaşayır. Ona görə qəbul edə bilmirsiniz, ona görə bugün sizin üçün çətindir. Buyurun. Mən onu deyərdim ki, mən şəxsən, mən özüm bugünkü verilişdən, bugünkü ifalardan o cür gözəl Tofiq Quliyevin bəstəsini ifa elədi. O bir bəstəkar Faiq Sücətdinovun, mən özüm də Eldar Mansurovdan ifa elədim. Ay Allah, İtalyan əsərini mən demişəm, onu mütləq oxu. Şahin bəy ümumiyyətlə bizim elə o gözəl ustadlarımızın, bəstəkarlarımızın mahnılarını həmişə ifa eləyir. Böyük zövq aldım, həm də hər birimiz qayıtdıq o illərə, gözəl illərə. Bəli. Ümumiyyətlə, o hərdən paylaşıram da yazırlar, ay Ruhəngiz xanım, heyif dördü, kaş o illərə qayıdaydık, siz bizi uşaqlığımızı, o gözəl illərə qaytardınız. Bax, həmişə bunu yazırlar. Var olasınız, təşəkkürümü bildirirəm. Belə əziz tamaşaçılar, bu biz idik. Mən Fərqanə Gülağa qızı ilə inşallah Allah ömür versə gələn həftənin bu günündə, bu saatında yenə görüşəcəyik. Sağ olun, salamat qalın. Payızda mənim, ətirli baharda sən, bir dünya quran, rüyalar kimi oradadır. Hər şeydən uzaq, bir mən olum, bir də sən. Gözlənim tək çoxu, uzaqlara gedək bərabər ikilikdən. Gözlənim tək kədəri, qələmi, alaq bərabər ikilikdən. Sakin bir gece olaq bərabər ikilikdən. Gözlənim tək mənim sevgim, tək bərabər ikilikdən. Həqiqət olsa çəkinmə yüzünü de. Sevmirsən əgər yalan demə düzünü de. Sirli baxışlı o qara gözünü de. Gözlənim tək çoxu, saqlara gedək bərabər ikilikdən. Gözlənim tək kədəri, qələmi, alaq bərabər ikilikdən. Gözlənim tək sakin bir gecə olaq bərabər ikilikdən.
çoxu Uzaqlara gedək bərabər ikilikdə Gözləri tək kədəri qəmi Alaq bərabər ikilikdə Gözləri tək sakit bir gecə Olaq bərabər ikilikdə Gözləri tək mənim sevgilim Tək bərabər